Bugünkü qonağımız Rəna xanım və Ariyə bəydir. Rəna xanım Azərbaycanlıdır, öz qızımızdır. Ariyə bəy isə İsraillidir, Yəhudidir, amma onları birləşdirən bir nəsə olub və onu öz dillərindən eşitmək istəyirəm. Necəsiz Rəna xanım? Yaxşıyıq, çox sağ olun. Siz necəsiz? Yaxşıyıq, çox sağ olun. Necə tanış olmusunuz? Tanış olmağımız 4 il əvvəl olubdu. Artıq 4 ildir tanıyırıq bir-birimizi. Elə bu aylara təsadüf edibdi. Ariyə İsraildə işləyirdi və sadəcə istirahət üçün Bakıya gəlmişdi. Mən də Türkiyədə oxuduğum dövr idi. Yəni mən də elə Heç biriniz Azərbaycanda yaşamırsınız o dövrdə. Gəlmişdik Bakıya, az müddətdir və o az müddət 4 ildir artıq. Aha. Siz tanış olduqdan sonra Ariyə bəy getdi, yenə qayıtdı, yoxsa necə? Yox, heç birimiz getmədi. Mən təhsilimi yarımçıq qoydum. Təhsilimin kursu idi, onu yarımçıq saxladım. Ariyə bəy də işinə geri dönmədi. Mən Rəna xanımı çoxdan izləyirəm. Yəni Instagramda müəyyən bir kütləniz var. Baxırdım həmişə sizə. Ariyə bəydə düzü çox belə əcnəbi üzü yoxdur. Bizim öz oğlanlarımıza oxşayır belə deyim. Amma adında nəsə bir dəyişiklik var da. Yəni Azərbaycanda elə bir adı yoxdur. Düşünürəm ki, ayala görəsən Azərbaycanda yox, əcnəbidə. Axırı Rəna xanıma yazmışam, deyir ki, yox, bəs təmiz İsraillidir və danışıqda heç bir fərq yoxdur. Yox, təmiz danışır. Danışıqda nəyə görə fərqi yoxdur? Mən İsraildə doğuldum, sonra biz bura köçdük. Aha. Məktəbi burada qurtarmışam. Orta məktəbi. Orta məktəbi. Sonra qayıtdım İsrailə, universitet orada bitirdim. Aha. Praktikanı da orada keçdim, amma böyümüşəm burada. Aha. Ona görə danışıqda fərqi yoxdur. Çünki ananız Azərbaycan vətəndaşı olub, yoxsa heç kim? Heç kim. Aha. Azərbaycan vətəndaşı ümumiyyətcə mənim ailəmdə yoxdur, Azərbaycanlı da yoxdur. Aha. Bəs necə olub ki, Azərbaycanda yaşamağa qərar vermisiniz? 90-cı illərdə atamın burada biznesi vardı. Aha. Tikinti ilə bağlı. Ona görə biz gəlmişdik bura. O vaxtdan qaldıq. Sonra mən qayıtdım. Evdəkilər burada qaldı, mən qayıtdım. İsrailə, orada yaşadım. Orada oxudum, praktikanı keçdim, sonra qayıtdım da. Rəna xanımı ilk harda görmüsünüz və ilk təəssüratınız nə olub? Ad gündə deyəsən. Əslində ona qədər Instagramda bir dəfə bir-birimizi görmüşdük artıq. O heç o görmədi. Canlı tanışdıq. Sosial şəbəkədə artıq danışırdınız, yoxsa sadəcə dostluqda var? Ariyenin xalası qızı, nəsə qohumu mənim müştərim, mən stil məsləhətçiliyi edirəm, o mənim müştərim idi. Müştərilərimin səhifələrinə çek eləyirəm, yoxlayıram görüm ki, evləri necədir. Orada bir video çıxdı qarşıma, onun yoldaşı iştirak eləyirdi və adı Rauf, sonra oğlan adları vardı, orada təq olunubdu da, Ümid, Ruslan, nənə, Ariyə. Qaldım ki, bu Azərbaycandan içində bu Ariyə kimdir burada? Elə profilinə daxil oldum, o da orada mənim profilimi görübdü. Sonra da o, həmin qızın ad gününə gedəndə orada artıq bir-birinizi görmüsünüz. Bəli. Və cütlüyümüzün kiçik oğlu var, neçə aylıqdır? 8 aylıq. Adı? Leon. Ariyə deyəcəkdim. Və səhv etmirəmsə ataları ilə adlarının mənası eynidir. İkisinin də adı mənası Aslan deməkdir. Aydan xanım, söhbətimizə biz çay ilə, kofe ilə davam edə istəyirsiniz? Başlayaq, hazırlayaq. Rəna xanım, ilk tərəddüdünüz oldu heç? Çünki mentalitet fərqi, əsas məsələ din fərqi, ölkə və s. Sözün düzü, yəni ki, müsəlman, xristian, bu dinlər daha çox öndə olduğu üçün mən xristianlar haqqında daha məlumatlıydım. Yahudi dini, bu millət, bunlar haqqında çox məlumatım yox idi. Öz ailəm haqqında tərəddüdüm oldu. Çünki tipik bir Naxçıvanlı ailəsidir. Atam nə deyər? Bu suallar məni düşündürdü. Amma mən bilmirmişəm ki, mənim atam, sən demə, ürəyində Yahudiləri çox sevirmiş. Ailəniz necə qarşıladı Rəna xanım? Yəni gözlədiyiniz kimi oldu, yoxsa əksinə? Əslində böyle biz Ariyenin ailəsinə daha narahat idik. Aha. Düzünə qalsa. Çünki mən düşünürəm ki, Yahudilər daha o barədə o dində, Yahudi dinində Aslan daha dəqiq danışar. Aslan deyir. Ariyə. İşte Aslan deyir. Ümumiyyətcə, başqa millətlə evlənmək olmaz. Aha. Yalnız Yahudi olmalıdır. Amma hələ alındı ki, biz iki qardaş bir bacıyıq. Heç biri də Yahudi ilə evlənmədi. Onlar bəs? O hamısı Azərbaycanlıdır. Ailəlikcə. Bəs ailə necə qarşıladı? Azərbaycanlıdır, gəlinimiz də Azərbaycanlıdır. Aha, bəs ailə necə qarşıladı? Ata-ana? Bizim ailəmiz modern ailədir, yəni ki, elə şeylərə fikir vermir. Amma millət olaraq çox pis baxılan bir haldır. Millət olaraq necə pis baxılan bir haldır? İsrailin özündə belə bir şey yoxdur. Yəni hal-hazırda İsraildə çox azdır elə şey. Yəni o dindar tərəfləri, o Amma
dindar da deyilik biz. Yəni o şeylərə də o çox Əslində fikir bizdə də verən. elədir. Yəni dindar kəsim heç vaxt ya xristianlar, Yəni, ya heç yəhudi. vaxt Onlar da Sən- bizdən qatıdır. Zaten 3 dənə religiya var, yəni din var. Onlarda üçündə də eyni şeydir. Yəni başqa dindən evlənmə olmaz. Amma boş şeylər də olur qaldı nə vaxt. Bəs sizin ailə Naxçıvanlı atanız? Naxçıvanlı atam artıq mənim evlənməyimdən o qədər ümidi kəsmişdik. Biz tanış olanda mən 28-29 yaşındaydım və mən işimə çox bağlı idim. Ona görə tək evlən nəvəm olsun. Fərqi yoxdur. Düşüncəsi ilə. Amma təbii ki, dedi, ilk özüm görməliyəm. Siz münasib, yəni dedim biz bu dəqiqə evlənmək fikrimiz yoxdur. Sadəcə sənə məlumat verirəm. Dedi mən görüm, tanış olum. Sonra siz yəni davam eləyin də danışmağa. Biz atamla tanış oldu. Sonra dedi ki, bəs Ariyə görüşdə deyib ki, atanla da tanış olum. Atasıyla da tanış oldu. Elə bir də baxdıq ki, elçilikdir, toydu. Neçə müddət çəkib o belə deyək də sizin sevgililik dönəminiz? Bizim ilk görüşümüz belə oldu ki, deyirdik ki, ikimiz də, yəni qaydacıyıq da, hər bir tərəfə gedəcək. Biz sadəcə dost kimi görüşürdük. Sonra elə oldu, biz 4 aydan sonra bizim hərimiz idi. Yəni bu qədər Çox sürətli oldu. Heç evlənmək ikimizin də fikri yox idi. Yəni bu haqqda düşünməyə belə həyat özü. Bəs elçi filan bizim adətlərə görə oldu. Atanız, ananız elçi gəldi yoxsa? Yox, elçi, hamısı gəldi. Yox, elçi adətləri bizdə çox oxşardır. Doğrudan. Demək olar ki, eyni şeydir. Bir-iki dənə şeylərə çıxmaq şərtində, məsəl üçün xonça falan bekan. Sizdə olmur. Bizdə olur, başqa cür olur biraz, xonça doğru. Amma elçi adəti bizdə eynidir. Ana, ata gəlir, tanış olur. Gəlir, yəni ki, belə bir şeydir. Yəni çox oxşar bir şeydir. Təzə bir şey olmadı. Bir dənə nə təzə bir şey oldu? Nişanlı vaxtı bayramlarda təbrik eləməyə. Biz deyirik bayramlıq gətirməyə, onu deyirsiniz. Onları mən bilmirdim, qurban bayramı. Onlar biraz, mən bilmirdim ki, burada qoyunu bəzəyib gətirirlər. Mən qurbanlıq günü mən bildim ki, bəs vəbşi qoyun gətirmək lazımdır. Gəldim, qaynatamı çağırdım, açdım bagajı, gəl. Qoyunum tutub. Biz başa düşürük, heç gözləmirdik, çünki bilirik ki, onlarda adətləri yoxdur. Zəng vurub, İlham əmi, düşərsiniz aşağı, o da düşüb, bagajı açıb, qoyun. Nə? Deyirəm, Ariyə belə olmur. Ya gəlmir, ya da hamı gəlmir, bizdə başqadır. Siz dili bəs harda öyrənmisiniz? Yəni məktəbdə. Amma burada oxuduğunuz mu? Məktəbdə necə? Yəni mən rus sektoru oxuyurdum, ingilis sektoru oxuyurdum, amma çöldə barədə dostlarım hamısı Azərbaycanlıdır. Yəni ki. Biz tanış olanda belə danışmırdı. Çox çətin danışırdı. Yox, danışmaq necə danışmırdım? Biz tanış olanda mən İsraildən qaydanda 2022-də düzdür. 2022-də mən qaydanda mən İsraildə çox müddət yaşadım. İsraildə də Yahudi dilində R hərfi yoxdur. R var, amma R demirlər, G deyirlər. Fransızlar kimi. Ona görə mən gələndə 4-5 ildə mən ancaq ivrit dilində danışıram. Yəni təbii ki, G hərfi demək çətindir. Mən G-nə deyirdim, mən də deyirdim bəlkə pəltəkdir. Deyirəm, yerə boğarı deyə bilmir. Sonra yavaş açılır. Yəni Azərbaycan dili bildiyimi, yəni ki, eyni. Sadəcə o aksent sadəcə aksent yapışdırılıb. Aksent əvvəl yox idi, sonra əmələ gəldi, sonra təzədən yox. Düzəldi. Gedək çayımızı içə-içə davam eləyək söhbətimizə. Daha sonra gedəcəyik Rəna xanımgilin iş yerinə. Gəlin. Rəna xanım, neçə müddət sonra toyunuz oldu artıq? Neçə müddət sonra oldu? 4 ay sonra həri. 4 ay, 5 ay sonra həri. Zaksımız oldu noyabrda. Dekabrın əvvəlində. Hardasa 7-8 ay bizim zaksımız oldu. Bir ildə deyək yəni. Ondan sonra biraz da gözlədik, toy elədik. Biz toy ilə zaksın arasını çox verdik. Yəni zaksımızı elədik, köçdük bir evdə, artıq evimizə. Çünki istəmirdi. O prosesi Azərbaycanda ümumiyyətlə anlaya bilmirəm. Toy, cehiz, ev, təmir hamısı üst-üstə. Yəni biz zaksımızı elədik, köçdük evimizə. Evimizə tam yerləşdik. Yayda da toyumuzu elədik. Yox, o tək ona görə yox. Bizdə prinsip var idi. Mən də dəyişət istəyirdim, ancaq üstü açıq toy olsun. Yay toy istəyirdim. Yay toy istəyirdim, üstü açıq toy istəyirdim. Toy eləmişdik. Birinci istəyirdik, otluqda eləyək. Otluq heç yerə tapmadıq. Yəni istədiyim kimi. Axırda elədik yaxt klubda. Dəniz kənarında. Bəs İsraildə toy olub, yoxsa yox? Yox, İsraildə toy eləmək istəyirdik. Düşdü orada müharibə. Ona görə.
Bəs yaxşı, buradakı toyumuz, adət-ənənəmiz bizdən idi, yoxsa qarışıq? Qarışıq. Ya Tam. qarışıqdır demək olmaz. Azərbaycan adəti. Azərbaycan deyil. Var sizdə ümumiyyətlə bizə oxşar adətlər? Ki məsələn xüsusi bir adət varmı ki, siz onu toyda eləməliydiniz və elədiniz? Toy açılışı Yəhudi mahnısı ilə, rəqsi ilə oldu. Ondan xüsusi bir rəqsləri var. Bəylərin rəqsi idi, hə. Bizdə vağzalı kimi. Yəni vağzal kimi. Yox, sizdə də vağzal Gələ, ondan. Yox, sizdə də vağzal eləmirlər indi, yəni. İndi adətdir də. Yox, eləyirlər, var. Onun kimi bir şey. Amma belə adətlər ümumiyyətcə çox oxşardır. Yəni ki, deyim ki, hansısa gəlinin evdən çıxması, qırmızı lent bağlanması. Sizdə də var. Bizdə də var, bəli. Bunlar hamısı çox oxşardır. Çox oxşardır. Bir də mənim diqqətimi nə çəkmişdi? Siz bir vloq paylaşmışdınız. Uşağın baldızımın hə, oğlunu bar mitzvasına gedirdi. o nə idi? O nə deməkdir? Bar mitzva onların dinində Bar mitzva nədir? Bar mitzva oğlanlarda 13 yaşda olur. Bu o deməkdir ki, oğlan uşaqlıqdan keçir böyük həyatına. Hə, kişiliyə doğru addım atır. Kişiliyə addım atır. Yəni ki, 13 yaşında bar mitzva olur. Yəni ki, sən artıq kişisən. Sən uşaq deyilsən və bütün əməllərə özün cavab verəcəksən. Yəni belə bir şey var. amma məsələn bir yerdə Yəhudi dininə uyğun sünnət eləmək istirdi Aslan. Ondan sünnət sistemi bəyənmədiyim üçün dedim, yəni getdi sinaqoqda ravinlər olur orada. Uşağa şərab damağına vururlar zət. Onlar dedim ki, yox, onu istəmirəm. Bu şəkildə sünnət olmağını istəmirəm. Bu adətdir. Yaşın fərqi yoxdur. Uşağın neçə yaş olursa Yox, olsun. bizdə sünnəti 9 gün, uşağın 9 gün olanda sünnət olunmalıdır. Biz biraz gec elədik. 40-ına Yox, 40-ına getmədik. biraz 40-dan az qalmışdı. Sizdə də adət 40 gün. Biz ortada elədik. Bizdə adət yoxdur. Amma ortada Hə, əslində adəti yoxdur onun. Bax, darağından niyə gəlmisən? Salam. Ay. Bu Leo bəyimizdir. Leon yoxsa Leon. Leon. Aha, kəs. Salam. Necəm pap? fizika. Leon. Işıqlar görür. Neçə aylıqdır? 8 ayımızdayıq. 8 ayınızdasınız. Aha. Belə başa düşdüm ki, mən sizin dediklərinizdən ümumiyyətlə bizim çox ortaq xüsusiyyətlərimiz var. Oxşar, dində dində oxşarlıqlar çoxdur. Amma fərqliliklər də hədsiz çoxdur. Sizə nəsə qəribə gəlmişdi o belə ayinləri görəndə və s. Məsələn, ilk belə böyük bir tədbirlərinə getmişdim mollalarda. Ravin onlar da bizim mollalardır da. Başladılar, içki içdilər, mahnı qoydular, oynayırlar. Mən bizim mollalardan bir şey görməmişəm. Mahnı qoydular, Ravinlər hamısı qəribə də oynamaqları var. Biraz başqa bir danışın. Ya danışılsın bir adım olmaz. İçki içməlidirlər, yox. Bizdə adət var, çaxır içilməlidir. Başlayanda. Hə, yəni ki, çaxır içilir. Çaxır içəndən sonra bu belə bir bayramıdır ki, hamı əylənməlidir. Bunlar da 5 dəqiqə oynadılar, oturdular. Çayı içki içib oynayırdılar. Elə başqaları tamam elə bilər ki, klubdan gedilir. İçki içib oynayırdılar. Mahnılar var, hər tədbir, dini tədbirlərdə də stol oturan kimi mahnı oxuyurlar. Ya çox mənə xoş gələn bir şeydir bu arada. Bizdə daha çox dua oxunur, söhbətlər olur. Daha belə bizdə duadan sonra başlayırlar. O bayramlarda olur. Duadan sonra başlayırlar oxumağa, belə deyək. mahnı oxumağa, amma bu belə mahnılar deyil. Bunlar hamısı dinli mahnılardır. Aha. Sadəcə bizdə dini mahnılar belə deyim, ritmik, oynaq olmur, amma bunlarda da ritmik olur. Çox şən dindir. Çox şən belə cəmi. Ümumiyyətlə insanın hər biri. Mən ondan və qadına çox ən dəyər verilən dindir deyərdim. Və mənim bu tərəfdən çox tərəfi. Onlarda din anadan keçir. Ananın əsas qəbul olunur, ana xəttindən qəbul olunur. Və qadınlara çox, məsələn, masada bizim hərimizdə belə bir an olmuşdu ki, bizim öyrəşmişik, masa açılır, mamam gil yuxarıda qalır, hər il oradaydı. Böyük masa var, masa başına kişilər keçir, qadınlar aşağıdan gedir, gəlir, stol açır. Girdilər Ariyan, papam gil önə keçmək istəyirdi. Ariyan atası dedi ki, bəs siz hara keçirsiniz də? Qadınlar başda oturmalıdır. Onlarda süfrənin başına bizim qadınlar keçir. Bizim qadınlar keçirdilər süfrənin başına. Atam belə qapına, bir dəfə atam orada oturanda gördüm belə qapının ağzında. Yəni mən xoşuma da gəlmişdi ki, qadınlara belə dəyər verilir. O da
bütün qadınlara yox. Yəni ki, yaşlı belə ağ birçəyə. Yaşlı qadınlar. Amma bizdə də elədir. Yaşlı qadınlar bizdə başda durur. Hörmət olunur yəni bizdə də. Yəni ağ birçəyə hörmət olunmalıdır. Yəni stolun başında tək həmişə kişi oturar. Bizdə də, amma ətrafında da ağ birçə olur. Ağ birçələr oturur. Uca yaşla gedir. Bizdə yaşla gedir əsasən. Ən axırda ən kiçiklər. Ən kiçiklər oturur. Ən kiçiklər. Siz dediniz ki, vaxtınızın çoxunu bir yerdə işdə keçirirsiniz. Evdə çox az olursunuz. Biz buradan bir yerdə gedəcəyik iş yerlərinə, bəli, çayımızı içirik və qalxırıq gedək. Artıq neçə müddətdir burada çalışırsınız? Yəni qurmusunuz buranı? Bir il təzə olacaq. Yenidir. Fevral ayında. Amma sizin özünüz başqa işlə də məşğulsunuz. Həm bloqunuz var. Həm bloqum var, həm də stil konsulluğu, stil məsləhətçiliyi deyilir. Stilist deyəndə gözəllik sferasında saç makiyajını düşünülür, amma əslində stil məsləhətçiliyi geyimə nəzarətdir. Xüsusən efirə çıxan, xüsusi günə hazırlaşan, ümumiyyətlə qardiobunu dəyişmək istəyən hər bir xanımın bu işdə dəstək oluram. 2017-ci ildən bu işdəyəm və bir çox da müştərim vardı bu sistemdə. Sadəcə son bir ildir hamiləlik periodu, uşaq dünyaya gəldi. Bu işə biraz ikimiz də vaxtımızı sərf elədik deyə dayandırmışdım. İndi təzədən fəaliyyətə başlamışam. İxtisasınız nə üzrə olub? Yəni eynidir yoxsa fərqlidir? Mənim ixtisas 4 təhsilim vardı. Mən bizim ikimizdə də xasiyyət nədən xoşuma, nəyə marağımız var, gəlib oxuyuruq. Mən ilk təhsilimi Bakıda almışam, Azərbaycan Bakı Dövlət Universitetində. İkinci təhsilim biznes idarə etməsidir, yəni Azərbaycanda. Sonra iki təhsilim də moda üzrədir. Yəni bunları Türkiyədə və Florensiyada, İtaliyada almışam. Bəs nə yaxşı, məsələn, İsraildə yaşamadınız, amma Bakıda yaşadınız. Yəni niyə Bakını seçdiniz? Bakını nə üçün seçdim? Belə deyim də, İsraildə pis deyil. Sadəcə ola bilsin örgəşmişəm Bakıya. Uşaqlığınız burada keçib. Hə, uşaqlığım burada keçib, örgəşmişəm. Ora nə qədər orada yaşadım, örgəşənmədim. Özünüzü burada hiss edirsiniz? Hə, özümü orada görmədim özümü. Yəni ki, düzdür, İsraildə iş qurmağa daha çox imkanlar var. Amma İsraildə belə bir şey var da. Yəni ki, bugünkü gündə hansı biznes qurmaq istəyən adam məndən soruşsa, hansı ölkədə biznes qurum, 10 dənə ölkə desəm, onlardan biri Azərbaycan olacaq. Nə üçün? Çünki Azərbaycan indi axırıncı 10-15 il başlayıb inkişaf eləməyə, indi inkişafı da sürətlənib. Yəni təbii ki, inkişaf olunmuş ölkələrdə Amerika kimi, İsrail kimi, başqa hansılar ki, artıq çoxdan inkişaf olunub, orada biznes qurmağı çox çətindir. Azərbaycan da Sovet dövründən sonra bərpa olunur, təzə inkişaf başlayır. O Sovetin şeyindən, təsirindən çıxır. Onun üçün də illər lazımdır təbii ki. O tək hər şey dövlətə bağlı deyil ki, dövlət çıxardıb, insanların beynindən də çıxmalıdır o. Yəni dövlət bunu çıxardıb, yaxşı, əla, super, insanlar var axı, insanların beynindən çıxmalıdır. O təsirdən çıxana kimi ölkə başlayır indi inkişaf eləməyə. Ona görə Azərbaycan bugünkü gündə həm vergilər cəhətdən, həm də imkanlar cəhətdən Azərbaycan biznes qurmaq üçün çox ideal bir ölkədir. Yəni mənim İsraildə partnyorlarım var, dostlarım var. Mən onlara danışıram Azərbaycanda vergilər necədir, biznes necə qurulur, şirkət belə açılır. Onlar bizə paxıllıq edirlər ki, bəs bizdə bir dənə şirkət açmaq prosesi 3-4 ay tutur. Hə. Yəni ki, vergilərdən danışmıram. Vergilər orada 40-50%-dir. Yəni ki, İsraildə dəhşət çox vergidir. Azərbaycanda vergi, güzəştlər çox idealdır. Yəni biznes atmosferası Azərbaycanda əladır. Ariyə bəy, yeməklərimiz var oxşar sizlə olan. Və yaxud elə yeməklər varmı deyirsiniz, mən Azərbaycanda buna oxşar heç bir yemək görmədim. Mən sizə belə deyim də, İsrail ümumiyyətcə, onu mən deyənmərəm nəyə görə, İsrail deyilən mətbəx yoxdur. İsrail mətbəxi, İsrail çox internasional ölkədir deyənə, Amerika kimi. Yəni ki, orada İsrail mətbəxi deyilən yemək yoxdur. Yəni, bütün yeməklər İsrail mətbəxi ümumiyyətcə çox millətin mətbəxi birləşməsidir. Ora ərəblər də daxildir. İsrail mətbəxinin 50% ərəb mətbəxidir. Yəni İsrailin özündə 10 milyon əhali olsa da, onun 3 milyon yarısı ya da 3 milyon yarım. Onlar ərəblərdir. Ona görə İsrail mətbəxinin 50% ərəb mətbəxidir. Orada həm lokal ərəblər var, həm Misir ərəbləri var, həm Yordaniya, həm Maroko ərəbləri var.
onların mətbəxidir, yarısı Avropa mətbəxidir, yarısı Rusiya mətbəxidir. Yəni ki, Qafqaz mətbəxi belə qarışıq bir şeydir. Bəs indi bilirəm ki, İsraildə ət, süd məsələsi var ki, eyni anda yeyilmir və s. O nə ilə bağlıdır? O necə nə ilə bağlıdır? Mən sizə deyim. O hamıda yox, o ancaq dindarlarda yeyilir. Dindar kəsimdədir. Dindarlarda ət, süd, nə? Kaşır? Kaşrut. Hə, o haram deyil, o tərsinə halaldır. Hə, deməli, o nə ilə bağlıdır? Yəni ki, dindarlar orada belə deyil. Yəni yazılıb ki, Tövrətdə ətlə südü qarışdırma olmaz. Nəyə görə ki, sən elə bil əti o verdiyi südlə qarışdırırsan və orada açıqlama çox yazılmır, yazılıb sağlamlığa ziyandır. Hə. Amma elə maraqlı bir şey var ki, hələ təzə-təzə alimlər açıqlama ediblər ki, onun ətlə südü bir də mən deyəcəydim, o Tövrətdə yazılıb dəqiq saatlar yazılıb. Yəni süddən sonra 4 saat keçməlidir ət yemək üçün. Ətdən sonra 6 saat keçməlidir süd içmək üçün. Hə, südlü məhsulu yemək üçün. İndi də onun açıqlamasını alimlər ediblər ki, doğrudan da ətlə südü qarışdırmağa həzmi çox şeyləri çətinləşdirir. Amma mən tanış olmuşam bir neçə kaşer yeyən yəhudilərlə də tam dindarlarla. Yəni ki, mən bu qədər qatı bir din görməmişəm yeməyə qarşı. Qohumu gəlmişdi, tamamilə o rejimlə yeyir, içir. Daha öncə kaşer yeyilməmiş. Yəni hansısa qabda südlə ət qatılmışsa, o qab da təmiz olmalıdır. Elə bil belə bir şey var. Hansısa qabda yemək yeməmişdən qabaq, o qablar, o dindar yəhudilərdə belə bir şey var. O qablar kaşrut olunmalıdır. Kaşrut olunması nədir? Qüsul tipli. Bəli, bəli, onun kimi bir şeydir. Onlar yuyulmalıdır, qüsullanmalıdır. Bəli. Onlar qüsullanmalıdır. Bizdə də evdə qüsullanmamış qablardır. Ona görə yeyənmir. Bir də belə bir şey var ki, onlar yediyi əti nəyə görə yeyənmir? Çünki onlar yediyi əti mütləq yəhudi kəsməlidir dua ilə. Hə, dua ilə yəhudi kəsməlidir. Bizdə də indi misal üçün xristian gəlib əti kəsər, o bizim üçün halal deyil. Müsəlmanlar üçün bizdə də eyni şeydir. Yəni ona görə o yeyənmirdir. Amma bu bizdə misal üçün olur. Süfrədə olur dolma, ət yeməyi, yanında biz içirik dolğa ilə. Qatıq. Hə, o olar, hə. Yəni mən özüm misal üçün dolmanı qatıqsız yemərəm. Amma belə deyim də, o dediyiniz kəsim hə, amma onlar dindarlar, onların belə deyim də sizə, onların o qanunları indi yaxşı Tövrətdə belə yazılıb da, qarışdırma. Onların qanunları bir üstünəcə biraz insanlar daha ağırlaşdırır. Şeyi ağırlaşdırırlar da, xətti keçiblər. Öz həyatlarını çətinləşdirirlər. Hə, çox çətinləşdirirlər. Misal üçün bu qabda südlü məhsul yemisənsə, yuyulandan sonra da yenə ət yenməsin. Hətta yuyulsa belə. Hə, o yuyulsa belə. O qablar mütləq ayrı olmalıdır. O bir üstünəcə, yəni ki, belə şeyə çöndəriblər ki, onu, yəni mənasız bir şey. Hətta bilirəm ki, orada ya bayramdır, yoxsa bir gündürmü? Mətbəxi filan tam belə Şabatda bağlayırlar. O şey, hə, Şabat deyil, o Pesixdir. Pesix bayramı. Hə, orada deyəsən nə əvvəl işlətdikləri qab ola bilməz, nə də belə stol. Hər şeyin üstünü bağlayırlar. Üstünü bağlayır, dəyişirlər. O Pesix bayramı. Amma Şabatlarda da 6-cı günlərdə, hər 6-cı gün işləmə olmaz. İşıq da yandırmaq olmaz, qazı yandırmaq da olmaz, yola çıxmaq. Yola çıxmaq olar, maşınsız. Pul saxlamaq olmaz. Evdə də. Evdə, hə. Evdə, belə oturmaq. 6-cı gün bütün günü oturmalısınız evdə, bir də dua eləməlisiniz. Hə, belə deyək də, həmin günü özlərinə dini bir gün kimi. Biz 5-cü gün məsələn ki, məscidə gedib namaz qılırıqsa. Sadəcə onu da çox çətinləşdiriblər ki, maşına minmək olmaz, cibində pul aparma olmaz, pulla istifadə etmək olmaz. Yəni ki, bu hamısı iş sayılır. Hə, yəni ki, belə bir şey. Maşın sürürsənsə hərəkətdəsən. Bəli, iş sayılır. Maşın sürmək iş sayılır çünki həm toku yandırırsınız, həm maşın xodlayırsınız, onlar hamısı iş sayılır. Ona görə onlar qadağada altındadır. Bu işığı yandırmaq, söndürmək. O da elə bil alov yandırıb söndürmək kimidir də. 6-cı, 5-ci gündə işığı yanılı saxlayırlar ki, 6-cı gün tam sönəcək. Girə bilsinlər. Əslində çox maraqlı adətləri var, amma siz demiş, sanki insanlar bunu daha da bir çətinləşdiriblər. Hə, çətinləşdiriblər. Ona görə mən misal üçün İsraildə yaşayanda bunları hamısını görüb dəhşət əsəbləşirdim. Yəni ki, necə belə yaşamaq olar? 6-cı gün orada da belə bir şey var ki, ona ibadət edən əhalinin 15% olsun da, misal üçün 10%, 15% dindarlar. Amma onlara görə, yəni hörmət edirlər dinə filan bekan, onlara görə bütün millət məcburdur ona uyğunlaşsın. Necə uyğunlaşsın?
Hə, belə də olur. Necə uyğunlaşsın? Məsəl üçün 6-cı gün dükanlara işləmək qəti qadağandır. Bəs belə deyək, bu qadağanı pozurlarsa bir cərimə falan Cərimə də olur. var, bəli, cərimə də olur. 6-cı gün dükanlara işləmək qəti qadağandır. Məsəl üçün 6-cı gün liftlər binada, hündür binalardan Novostroykalarda İşləmir? İşləyir. Sadəcə necə işləyir? Onlarda belə bir şey var, 6-cı gün rejimi. 6-cı gün rejimi nədir? O dindarlar düyməyə basmasınlar deyənə. Lift 1-ci mərtəbədən axırıncı mərtəbəyə kimi bir-bir özü qalxır, Dayanır. Avtomatik. Hə. Bir dənə 20-ci mərtəbədən 1-ə düşmək üçün belə yansın, gözləyirsən hər mərtəbədə lift yansın, kimsə girsin, Ayaqla çıxsın. düşmək daha yaxşıdır. Ayaqla düşmək daha yaxşıdır, bu qalxmaq çətindir. Hə, yəni ki, belə bir qanunlar var, yəni sonra yəni ki, çətinləşdiriblər, çox çətinləşdiriblər. Mənası yoxdur. Bunun dinə də qatqısı var. Hər dəfə mən İsraildə hansısa bir işim var, təcili banka getməliyəm, ora getməliyəm, vergiyə getməliyəm. Bir də orada misal üçün banklar saat 1-ə kimi işləyir. Günorta. Səhərdən 1-ə kimi, hə. Yəni ki, onlar özünə Birdən sonra? çox əziyyət vermirlər özlərinə. Hər dəfə mən İsraildə hansısa bir iş görəndə, banka gedəndə, hesab açanda, bağlayanda hər mənim sözüm Azərbaycana qurban olum. Hər girirdim, çıxırdım Azərbaycana qurban olum. Bizdə 6-ya kimi normal şey. Hə, normal hər şey işləyir, normal qəbul edilir. 7 il yəhudi olmaq üçün dində. Aha. 7 il oxumalısınız. Tövratı, yoxsa Tövratı. ayrıca bir kurs kimi? Tövratı yox, Tövratı 7 il oxumalısınız. Deməli 7 il ərzində siz getməlisiniz sinaqoqaya, yəni yəhudilərin məscidi. Siz getməlisiniz sinaqoqaya. Hər dəfə sizi qeyd edirlər ki, siz vaxtında 6-cı gün dualara gəlirsiniz, hamısı. Bunlar 7 il ərzində bunlardır. Ondan sonra imtahan verirsiniz. Ondan sonra sizə deyirlər ki, siz yəhudiliyi qəbul edə bilirsiniz, yoxsa yox. Amma şərt deyil də, yəni genetikasında mütləq yəhudilik olsun. Yox, genetikada yəhudilik varsa, o artıq lazım deyil. Yox, necə genetika ana tərəfdən. Mənə çox xoş oldu sizi tanımaq. Əsas məsələ Ariyə bəy məni bayaqdan şoka saldı. Yəni İsrail barədə məlumatlarım vardı, amma bu qədər qat olduğunu bilmirdim. Oradakı o dindar kəsimin. Dindarlar orada, məsəl üçün İsrailin dindarları çox aqressivdir belə şeylərə qarşı. Yəni İsraildə dindarların məhəllələri var. Oradan hansısa bir xanım biraz dizdən yuxarı yubkadan keçə bilməz. Hətta bir məclisə getdi, sinaqoqda. Ariyə mənə dedi ki, orada hamı başı bağlı olacaq, başımı bağlı. Mən başımı bağlayıb getmişəm. İçəri girdim ki, bir dənə başı bağlı var məndən başqa cəmi. O da baldızımın qaynası, o da müsəlmandır. İkimiz başımızı bağlı, bütün yəhudilər bağlayıb, amma üstdən parik taxmışdılar. Çoxu bağlamır, amma bağlamaq şəkli də sayılır da pariklə. Yəni bizim ailəmizdə qaynanan baldızımın heç biri bağlamır, hamı açıq idi. Adətən, amma bizdə ailədə dindar yoxdur. Deyilsiniz ona görə. Biz dindar deyilik. Təşəkkür edirik çəkdiyiniz üçün. İnsanlara belə mədəniyyətləri aşılamaq mənim özüm üçün çox maraqlıdır tanış olduqca. Düşünürəm ki, insanlara da maraqlı olacaqdır.